Herkese salam, kanalıma və yeni vloguma xoş gəldiniz. Bugün sizlərlə bir yerdə pişiklərimə yeni bir korobkadan yuva düzəltmək istəyirəm. Korobka 2-3 pişiklikdir, yəni 2-3 pişik sığa bilər buna. Bu neçən səfərimdir ki, artıq düzəldirəm, xarab olur. Düzdür, yuvalar olsa da onlar korobkanı çox sevirlər. Ən çox da Doriş xarab edir korobkaları. Üstündə yatır, əzir. Amma bu bərk korobkadır. İstəyirəm belə onlara qəşəng korobkadan, amma üstünü falan çox qalın eləmək istəmirəm. Sadəcə salafanla hər yerini bağlayıb hava keçməsin, soyuq olmasın deyə. Yuvaları var, altı üstü. Yoldaşım dəmirdən yuva, taxtadan neçə dəfə yuva düzəltsə də yenə də onlar sevmir. Bir pişik girdisə, başqa bir pişiyin iyisi varsa həmən o pişiklər, məsələn, Dorin girirsə də Simba onun yatdığı yerə girmir. Simba girirsə, o biri qız onların yatdığı yerə girmir. Amma nəysə Dorinlə qızın adını açıqlamaq istəmirəm, gələn vlogda deyərəm. Əslində ad seçməkdə çox qərarsız idim. Mən ona görə vlog çəkdim. Sağ olsun bir çox xanımlar rəylərdə yazdılar. Ad seçməkdə mənə kömək elədilər. Mənim də ağlımda 1-2 ad var. Çünki niyə qərarsız qalmışdım? Çünki bəbəlikdən o pişik bizimlə, yəni onu balacalıqdan sahiblənməmişəm. O bizə balalarına sığınmışdı. Onun da rənginə, özünə uyğun bir ad seçərəm. Gələn vlogda bir yerdə sizlərlə paylaşaram. Çünki rəngi qarışıqdır. İstəyirəm gözəl bir ad olsun, rənginə uyğun bir ad olsun. Burada da korobkanın yenə qapısını yaxşı kəsmədim. Yəni yaxşı olmadı, əyri-üyrü oldu. Fikirləşirəm, görüm nə eləmək olar. Mən həmişə özüm düzəldirəm, korobkanı belə yumru kəsirəm, dar kəsirəm. Bu səfər yaxşı olmadı. Yəni salafanla görək düzəltmək olurmu? Sağ olsun, burada da yoldaşım gəldi. Yine hər zaman olduğu kimi mənə köməklik eləyir. O da heyvanları çox sevir. O da bəyənmədi. Korobkanı gördü ki, yaxşı kəsməmişəm. Və axıra qədər də kömək elədi, sağ olsun. Hər zaman da köməyim də olur. Yəni pişiklərimə nə lazım olsa, iynə vurmaq lazım olsa, dərman vermək lazım olsa, yoldaşım kömək eləyir. O da heyvanları çox sevir. Çox sevir və hər zaman da yanımda olur, sağ olsun. Görək indi pişiklərimiz bəyənirmi? Mən bu korobkanı 2 pişik üçün fikirləşmişəm. Qızla Doriş həmişə bir yerdə girib qucaqlaşıb yatırlar. Onu da belə böyük götürdük ki, ikisi də qucaqlaşsın, bir yerdə yatsınlar. Düzdür, arada dalaşsalar da, amma bir yerdə həmişə xoşlayırlar yatmağı. İlk yoxlanışa bu qız pişik gəldi. Qız pişik deməyimə acığınız tutmasın. Gələn vlogda bir adını sizlərlə paylaşaram. Gördüyünüz kimi xoşuna gəldi. Hər bir pişiyin xoşuna gəldiyi kimi onun da xoşuna gəldi. Bu adları da balaca qızım yazır. Simbanı, bir də Dorin adını yazıb. Dedim qızın adını yazma. Qoy gələn vloga qalsın. Adı sizlərlə bir yerdə açıqlayarım. Gördüyünüz kimi çox xoşu gəldi. Yəni çıxmaq da istəmirdi. Bu arada kanalımıza abunə olmağı unutmayaq, rəy yazmağı unutmayaq. Dəstəyiniz bizim üçün çox önəmlidir. Səsimə də fikir verməyin, yəni hər dəfə səsləndirəndə həyəcanlı oluram. Burada da Dorişim gəldi. Burada girmək istəmir, amma çox bəyəndi. İçində pişik olduğuna görə istəmədi girmək, amma sonradan da çıxmaq istəmədi. Neçə dəfə sirkələdim, çıxmaq istəmədi. İkisi də yuvanın içində çox gözəl də yatdılar. Gördüyünüz kimi. Burada Doriş qoxlayır, görür ki, ondan əvvəl qız pişik ondan əvvəl girmişdi, hiss elədi. Amma nə qədər iyiləsə də, qoxlasa da, ikisi bir yerdə, hər zaman bir yerdə yatırlar. İndi burada da görərsiniz, qız da onun yanına girir. İkisi bir yerdə. Sonra mən onu qucaqladım, apardım balkonumuzda, stolun üstünə qoydum. İkisi də heç tərpənmədi, çox sevdilər. Sizin pişikləriniz nə sevirsiniz də rəylərdə yazarsınız. Nəyi bəyənmirsiniz, hansı pişiyimi bəyənirsiniz? Pişiklərimin ən sevimlisi sizin üçün hansıdır? İnşallah bəyənərək izləyəcəyiniz bir vlog olar. Videomuzun sonudur. Hələlik dostlar. Bugünlük bizdən bu qədər. Pişiklərinizə, özünüzə yaxşı baxın. Bizə dəstək olmağı unutmayın.